Cümə şəhidi Məhəmməd Sadiq Sədr. Onun ən mühüm addımlarından biri İraqda əsrlər boyu unudulmuş cümə namazı ənənəsini bərpa etməsi idi. Hər həftə Küfə məscidində xutbələr oxuyur və namaz qılırdı. Bu hərəkat İraqın digər şəhərlərinə də yayıldı və onun nümayəndələri tərəfindən cümə namazları təşkil olundu. İraq hökumətinin namazın qunutunda Səddamın sağlığına dua etməyi məcburi qılmasına baxmayaraq, o heç vaxt buna əməl etmədi. Əgər namaz zamanı kütlə arasından Səddamın xeyrinə şüarlar ucalardısa, o dərhal bunları İslamı dəstəkləyən şüarlarla əvəzləyirdi. Xutbələrində Amerika, İngiltərə və İsrailin siyasətlərini də ifşa edirdi. O, İran İslam Respublikasını dəstəkləyir və Ayətullah Xameneyni müsəlmanların vəliyi əmri hesab edirdi. 18 fevral 1999-cu ildə Yas məclisindən qayıdarkən Hənnanə bölgəsində bəs zabitləri tərəfindən şəhid edildi.